Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 4-8 may tarixlərində Naxçıvan şəhəri üzrə ümumi təhsil məktəblərdə rəqəmsal təhlükəsizlik dərsi layihəsinin icrasına başlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə ümumi lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunub. Layihənin məqsədi ondan ibarətdir ki, şagirdlərin rəqəmsal savadlılığını artırmaq və onların internet mühitində təhlükəsiz belə deyək davranışlarını təmin etmək və eyni şəkildə kiber təhlükəsizlik barədə məlumatlılığını artırmaqdan ibarətdir. Maarifləndirici təşəbbüsə ilk olaraq Heydər Əliyev adına tam orta məktəbdə start verilib. Layihə çərçivəsində seminar dərslər daha sonra 2, 3, 10 və 15 nömrəli tam orta məktəblərdə mərhələli şəkildə davam etdiriləcək. Təlimlər Nazirliyin əməkdaşları tərəfindən məktəblərin mövcud dərs cədvəlinə uyğun olaraq informatika fənni çərçivəsində keçirilir. Seminarlar zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları, kiber təhlükələrdən müdafiə üsulları və rəqəmsal etik prinsiplər barədə praktiki biliklər təqdim olunur. Bu kimi maarifləndirici layihələr şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına, eləcə də təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Pərvin Səfərzadə, Arzu Sadiqov, NTV Xəbər.